Paltaryan deməli usta gəlib yoxlayıbdı. Deyib ki, klapanı yanıb, vurub platanı yandırıbdı. Hardasa 160-170 manat xərc çıxardıblar. Düzdür, bu doğru ola bilərdi. Amma müştəri ona düzəltdirməyib mənə çağırıb, deyib səni TikTokdan gördüm, düzgün işləyirsən, belə. Nəysə mənə çağırıb. Gəldim, yoxladım ki, paltaryanın heç nəyi yoxdur. Dalında setkası var imiş. Ora zirzibil erədə olub ki, su gəlmir. O da klapanın yolunu aça bilmir. Yəni belə ustalardan uzaq olun. Özünüzə normal usta tapın. Belə ustaları hardan tapırsınız bilmirəm. Bu padval ustasıdır, blok ustasıdır. Bu normal ustaların nömrəsini yazın telefonunuza, saxlayın. Paltaryan elə bir şeydir ki, bir ömür boyu sizə lazım olacaq da. Yəni nömrəni yaz, saxla kontaktda. Yaz paltaryan ustası. Bütün nömrəmi yazın, kontaktınızda saxlayın. Nə vaxtsa sizə lazım olacaq bu. Bu arada kondisionerə də, paltaryana da, qabyana da baxırıq. Kimin nə sual var, yorumlarda yazsın. Yəni, sözümün canı oldu ki, normal ustalarını qoyub, düzdür, normal ustalarımız var. Çox az da mı var? Normal ustalarını qoyub, gedib bu şatalan, patalan ustaları hardan tapırsınız bilmirəm də. Yəni, sonra da mənə zəng gəlir ki, ay usta, o düzəldə bilmədi, o belə dedi, gəl sən düzəldə. Sən birinci özümə yığ da, elə mənimlə danış. Kimin nə sualı var, paltaryana bağlı nə sualı var, bizə yorumlara yazsın, cavablandıraq.